Bakı Dövlət Universitetinin kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümumilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Ümumilli liderin xatirəsi hörmət və ehtiramla yad olunub. Həmçinin universitetdə Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Rektor Elçin Babayev bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür. Tədbirdə çıxış edən qonaqlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və dönməz olmasının Ulu Öndərin uzaqgörən fəaliyyətinin, mübarizəsinin və böyük siyasi iradəsinin nəticəsi olduğunu vurğulayıblar. Sonda Mahir Qəribovun ssenari müəllifliyi ilə Azərbaycan Dövlət Televiziyasının hazırladığı Tarixin İzi ilə sənədli filmi nümayiş olunub. Elmira Ağayeva, Zahid İbrahimov, Bedu Xəbər.